Müğənni Elnarə Vahidova son açıqlamasında efirlərə dəvət edilməməsindən, televiziya verilişlərinin yüksək ödənişlərindən və sosial şəbəkələrdə gördüyü uğurlara baxmayaraq diqqətdən kənarda qalmasından şikayət edir. Vahidova qeyd edib ki, Bakıdakı aparıcıların çoxuna müraciət edib və efir rəhbərlərinə üz tutub efirlərə çıxmaq istəyirəm, ancaq qiymətlər çox bahadır, gücüm çatmır. Pul həyatda yaşamaq üçün vacibdir, amma mərhəmət də yaxşı bir hissdir. O, xüsusilə aşağıdakı aparıcıların adlarını çəkib. Zaur Kamal, Zaur Nəbioğlu, Mikayıl, Elgiz İbrahim bəy, İlqar bəy, Yalçın bəy, Tariq bəy, Xoşqədəm xanım, Aytəki xanım, Zümrüd xanım, Vüsalə xanım və Mətanət xanımın efir ödənişləri həddən artıq bahadır. Müğənni efir ödənişlərinin yüksəkliyini real nümunələrlə bildirib. Onun sözlərinə görə Zaur Kamalın verilişi 1600 manat, Zaur Nəbioğlu 1500 manat, İbrahim bəy 700 manat tələb edir. Vahidova əlavə edib ki, özü ayda bir dəfə toyla dolanır və həmin məbləğləri ödəməyə maddi imkanı yoxdur. Sosial mediada dinləyici rəğbətinə diqqət çəkən müğənni iddia edib ki, onun YouTube, TikTok və başqa sosial şəbəkələrdə yayılan ifaları qısa müddətdə böyük baxış sayı toplayır. Sosial şəbəkələrdə 24 saat ərzində mənim oxuduğum mahnı 1 milyon izlənilir. Bunu niyə görmürsünüz? Vahidova şəxsi həyatına və sənətə dair sərt münasibətini də bölüşüb. 24 yaşından tək yaşadığını, estetik müdaxilələrə məcbur edilmədiyini və sənətin olduğu kimi təqdim etmək istədiyini bildirib. O, həmçinin həyatını riskə atıb böyrəyini satmağa hazır olduğunu elan edib və müşfiqabadda yaşadığını bildirib. Mənim qan qrupum 2+'dur. Elə adam varsa mənə yazın, donor olmağa hazıram. Bu iddia və çağırışlarla bağlı konkret hüquqi şərh almaq üçün hüquqşünas Tağı Hüseynov ilə əlaqə saxlayıb. Hüseynov bildirib ki, Azərbaycanda insan orqanlarının alqı-satqısı qadağandır və belə halların təşviqi cinayət məsuliyyəti yarada bilər. O deyib ki, real alqı-satqı aşkarlandıqda məsuliyyət tətbiq olunacaq. Qanunsuz elan və reklam hallarında isə inzibati tənbeh tətbiq edilə biləcəyini əlavə edib. Əgər real alqı satqısı yoxdursa, cinayət məsuliyyəti yaranmaya bilər. Ancaq etik və qanuni baxımdan bu düzgün deyil. Mövzuya dair Vahidovanın efir aparıcılarına ünvanladığı müraciətdə ayrıca tələb və narahatlıqları yer alıb. Daha ədalətli dəvətlər, sosial şəbəkə uğurlarının nəzərə alınması və aparıcıların bəzi mövzularda izləyici trendini formalaşdırdığını bildirib. O, izləyicilərdən dəstək istəyərək sosial şəbəkələrdə bu mövzunu trend etməyi xahiş edib.